çox dərinə getmə, başın xarab olar. Bizim cəmiyyətdə istər din, istər də hər hansısa bir elm haqqında çox maraqlananda ətrafımızdan əşşi, çox dərinə gedirsən, çox dərinə getmə, havalanarsan deyə cümlələr eşidirik. Dərinə getmək insani təbiətimizin, fitrətimizin bir parçasıdır. Bizi heyvanlardan ayıran, insanı insan edən əsas xüsusiyyətlərdən biri düşünmə və analiz etmə bacarığıdır. Maraq hissi və düşünmə bacarığı olmasaydı, bəlkə də hələ də mağaralarda yaşayırdıq. İnsana bütün rahatlıqları verən həyat tərzi düşünüb dərinə getdiyimizə görə yaranıb. Dərinə getməsəydilər, bu dəqiqə məni izləyə bilməzdin. Nə internetin, nə də ki telefonun olmazdı. Gündəlik istifadə etdiyimiz əşyaların hamısı dərinə getmiş insanlar vasitəsilə yaranıb. Bir çox xəstəliklərin müalicələri dərinə gedən insanlara görə tapılıb.